90'ların əvvəllərində bəzi qüvvələr ölkədə aranı qatmaq istəyirdilər. Hakimiyyəti ələ keçirmək istəyirdilər. Özü də ki, mən sizə deyim ki, yəni hırla zırqanmayanlar, iki eşeğin arpasını bölə bilməyənlər niyyətində idilər ki, gəlsinlər, hakimiyyətin başında otursunlar. Bunun üçün də onlar Bakıda əməlli başlı rekdə başlamışdılar. Onlardan bəzilərin dəstələri var idi. Yəni ki, həmən zamanda da bunlar Qarabağda bəzi döyüşlərdə iştirak ediblər. Sonra isə hakimiyyət eşqinə düşəndə həmin dəstələri götürdülər, fırlatdılar, getirdilər Bakıya. Bakıda da onda varlı adamlar, köhnə Bakılılar idi. Yəni o sonradan gələnlər hələ varlanmamışdılar. Yəni onların adı hələ heç varlıların siyahısında, proyektdə yox idi. O vaxtın da Bakılıları köhnələr, köhnə kişilər. Yəni onlar hələ belə varlı adam deyil idilər. Atlı idilər, sanlı idilər, hörmətli idilər, kişi kimi pul qazanmışdılar. Yəni kişi kimi hörmət qazanmışdılar. Demək olar ki, barmaq üzərində saymaq olardı. Neçə nəfər Bakıda o cür köhnələrdən var. Bir gün o dediyim dəstələrdən biri, yəni bir üzvləri gəlirlər, bir nəfər həmən o köhnələrdən olanın restoranına. Gəlirlər, girirlər içəri, yeyirlər, içirlər, özlərini pis aparırlar, şuluq salırlar, çağırırlar ofisantı, yetim ofisantı ki, bacı oğlu, sən get buranın müdürünə deyinən ki, onu görmək istəyənlər var. Ofisant yazıq gedir, deyinəsin ofisant da gedir, deyir oranın administratoruna ki, belə bir məsələ var. Administrator yaxınlaşırlar, deyir, məsələdir, nə olub? Deyirlər, buranın böyüyü kimdir, gəlsin bizim ayağımıza. Administrator deyir, böyüyü buranın 60 yaşında kişidir. Utanmırsan, belə danışsan. Sözüm var, sən ged onun yanına. Deyirlər, gedərik, gedmirik. Administrator aparır bu iki nəfəri həmən o ağsaqqalın kabinetinə. Girirlər bunlar içəri. Girirlər, deyirlər ağsaqqala ki, 2 milyon pul verəcəksən sən bizə. Ağsaqqal baxır, gülür onlara, deyir ki, oğlum, sən deyir, heç ömründə o 2 milyonu görmüsən, yəni həmən o 2 milyon necə olur? Onlar deyirlər ki, biz verərsən, biz də görərik. Deyir, yaxşı. 2 milyon yığmağa biraz vaxt lazımdır. Siz gedin, oturun, yiyib içməyinizi davam eləyin. Biz də həmən o 2 milyonu düzəldək sizin üçün. Bunlar gedirlər, davam edirlər, yeyirlər, içirlər. Bir müddətdən sonra ofisant gəlir, deyir bunlara ki, biz pulunuz içəridədir. Gəlin, götürün pulu. Bunlar dururlar, gedirlər, yaxınlaşırlar həmin kabinetə. Açırlar, girirlər içəri, görürlər ki, içəridə restoran müdürü yoxdur. Amma həmin administrator oturub o restoran müdürünün yerində. Daldan da arxa tərəfdə ofisant artıq qapını bağlayır. Yəni kilitləyir. Elə bu moment administrator çıxartır odlu silahı, bir güllə buna, bir güllə obursuna. Buyla da məsələ bitir. Sonra da söhbət yayılır hər yerə ki, yəni filan kəslərin restoranına gəliblər, giriblər, rekt eləmək istəyirlər, pul aparmaq istəyirlər, həyatlarını qoyub gediblər. Bax, belə bir məsələ olub. Bu, Bakının 90-cı illərin əvvəlində olub. Yəni, şükür Allaha ki, o vaxt ki, o qüvvələr gəlib hakimiyyətdə oturmadılar. Onlar gəlib otursaydı, biz indi bu dağa, yəni necə ki, sərbəst gedirik, gəlirik, bilirik ki, axşam gecə vaxtı hardansa harası qeydəndə arxadan gəlib başımıza nəsə vurub ciblərimizə yiyə olmayacaqlar.
Bilirik ki, uşaqlarımızı rahat buraxa bilirik, yəni küçələrə. Bilirik ki, uşaqlarımız müəyyən qədər təhlükədədirlər. Amma Bakının bax belə də bir tarixi olub. Köhnə Bakının təzə tarixi. Bu qədər. Qəlbdən qəlbə. Çox güman ki, kimsə tutacaq söhbət nədən gedirdi. Mən bilirəm ki, bu hadisə barədə bilənlər var, sayıları az olsa da.